Vaxtınız xeyir olsun. 2025-ci ilin qəbul testlərinin izahına baxaq. 61-ci sualda 120 qram doymuş bir atomlu spirtin natrium ilə reaksiyasından biz belə olan suallarda ayrılan hidrogen ilə bağlı bir sual olanda nə edirik? Bir atomlu spirti bir valentli metal kimi götürürük. Ondan yarısı qədər, yəni 0,5 aşağı ayrılır. Ona görə qısa şəkildə belə yazılır. CnH2 plus 1 OH-dan ayrılır 0,5 hidrogen qazı. İndi verilən miqdarları yazırıq. 120 qram spirt verib, 6,2 vur 10 üstü 23 sayda hidrogen molekulu. Aşağı yazırıq 0,5 vur 6,2 vur 10 üstü 23. 10 üstü 23. Aşağıda yazıram 14 plus 18. Bunlar ixtisar gedir. 0,5'i 120'ye vurur 60 edir. 14 plus 18 60'a bərabər edirəm. 14 bərabərdir 42. N də bərabərdir 3. Spirtimiz olur C3H7OH A variantı. 62'də kükürt dioksid yazılır SO2. Deyir hansı ifadə doğrudur? Duz əmələ gətirməyən oksiddir. Yanlışdır. Duz əmələ gətirir turş oksididir. Oksigenlə reaksiya daxil olur. Bəli. O2 ilə gedəndə SO3 alınır. Əsası oksidlərə qarşı təsirdə olmur. Bu B variantı doğrudur, bunu götürək. C variantı niyə səhvdir? Əsası oksidlərlə qarşı təsirdə deyil, olmur. Niyə olmur ki? Turş oksididirsə əsası oksidlərlə gedəcək. Deyir, su dərli olduqda sulfat turş əmələ gətirir. Xeyr. Sulfat H2SO4-dür. Burada kükürdün valenti 6-dır. Amma burada 4-dür, deyə ona görə bu sulfit turş əmələ gətirəcək. Elə deyir, qələblərlə reaksiya daxil olmur, olur. Turş oksididirsə qələbi ilə də reaksiya daxil olacaq. Onca B variantı olur. 63'te deyir kuprum O, bir də wolfram O3. Bununla bağlı topluda da sual tipi var. Kuprum onu hidrogenlə reaksiya aparırıq. Alınır kuprum, bir də su. Əmsallaşdırmaya ehtiyac yoxdur. Wolfram O3'ü su ilə, üzr istəyirəm, hidrogenlə reaksiya aparırıq. Alınır wolfram plus su. Buna əmsala ehtiyacı var. Buraya yazıram 3, buraya yazıram 3. İndi bunu verib X mol, bunu verib Y mol. Bunun hidrogenini verib M mol, bunun hidrogenini verib 3 M mol. Bir dəfə X-i tapaq. Buraya yazaq 1, buraya yazaq 1. Yəni X-imiz bərabərdir N edir. Bir dəfə də buradan 1 yazaq. Buradan Y bərabərdir. 3-ni 2-yə bölüb 1/5. Bu da bizə deyir ki, Y-i X-a böl. 1/5-ni N-ə böləndə cavab eləyir 1/5. Doğru cavab. Üzr istəyirəm. Mən burada 3 mol yazmadım. Hidrogenin ayağını aşağısına 3 yazır. Çünki qabağını 3 yazmışaq. Onda bu 3-lər ixtisar gedir. Y-imiz də elə N eləyir. Y də N aldıq, X-i də N aldıq. N ilə böləndə 1 eləyir. Doğru cavab A variantıdır. 64'də deyir, hansı maddələrin qarışıq təsirinin etil xlorid. Etil xlorid belə yazılır. Etil C2H5-dir. Xlorid dediyi üçün xlor yazılır. Etil xlorid almaq üçün, məsələn, A variantında bir karbon var, olmaz. B variantında C2H2-dir, asetilin. Üzərinə xlor gələndə C2H2 xlor 2 alınır elə. Ona görə bu getdi. C variantı bu alkandır, etan, H xlorla getmir. D variantı C2H4'dür. Bəli, H xloru birləşdirəndə olacaq C2H5 xlor. Doğru cavab D variantıdır. Bu da olmaz, oradan da alınacaq C2H3 xlor. Yəni etilin xlorid, etil yox. D variantı. 65'də S ilə P elementi verib. S elementləri birinci, ikinci qrup metallar olur. Ona görə birinci, ikinci qrup, baxın, kaliumla magnezium olacaq S elementi. Oksigenlə fosforda qeyri-metallarda P elementi olur. Ona görə 1'ə gedir 1 ilə 4, A variantı olur doğru cavab. 66'da qarışqa turşusu yazılır. HCOOH. Qarışqal deyil yazılır. HCOH. Yəni bir oksigen əksik. Deyir, ümumi olmayan nədir? Karbon atomunun oksiləşmə dərəcəsi. Bu təbii ki, fərqli olacaq. Çünki baxın, oksigen -2, oksigen -2, karbon olacaq hərəsinə -2 verdiyi üçün müsbət 4. Hidrogen müsbət 1, hidrogen müsbət 1. Onda karbon hidrogenlərin 2 elektronunu alanda qalacaq müsbət 2. İndi burada karbona baxın, bu -2'dir. Bunlar da müsbət 1'dir. Hidrogenlərə müsbət 2, oksigen -2. Ona görə karbon oksigenə 2 elektron verib, hidrogenə 2 elektron aldığı üçün 0 olacaq. Yəni bu ümumi deyil. 2'də molekullarında sp2 hibrid vəziyyətində olan karbon atomu. Burada da karbon sp2'dir, burada da karbon sp2'dir. Ona görə bu ümumidir. 3'də deyir, adi şəraitdə aqreqat halı. Qarışqal deydin, aqreqat halı qazdır, amma turşular maye olur. Ona görə bu da ümumi deyil. 4'də deyir, kuprum OH2 ilə reaksiya daxil olması ikisi də olur. Turşulardan yalnız qarışqa turşusu daxil olur, amma aldehidlərin hamısı daxil olur.
Ona 1, 3 doğru cavab C variantı olacaq. 67-yə baxırıq. Kalsium oksid neçə qramında 3,2 qram kalsium var. Baxın, tənasüb belə quruq. Neçə qramında deyir 3,2 qram kalsium var. Kalsium oksidin neçə qram dediyi üçün aşağıya onun kütləsini yazacaq 56. Kalsium oksidin içində 1 kalsium var. Ona görə də bura aşağıya 56 kalsiumun kütləsini yazacaq. Bu tənasübü tapırıq. X bərabərdir 56. 56 yox, üzr istəyirəm. Kalsium 40-da axı. Mən niyə 56 yazdım? 40. Məxrəcə yazıram 40. Bir dəqiqə. Burada 40. Buraya yazıram 40. 56 vurulsun 3,2. Bura bir 0 gəlir. 8 aparıram 4. 8 aparıram 50. Sonra 2-yə gedir 2. 25. Sonra nəyə ixtisar apara bilərik? 2-ni 56-ya vururuq. Bəlkə də daha asan hesablama var idi. Bizdə dəqiq təzdən eləyək bunu. 40-a bölürük. 4-ə aparaq 10 qalsın. 4-ə aparaq 14 qalsın. Sonra 14-ü 3,2-yə vursa axırı 8 ilə qurtaran bir şey olacaq. 4,48 A variantı olur. 68-də P2O5 su ilə gedəndə alınır buradan soyuq su ilə. Metafosfat turşusu HPO3. Amma qaynarla gedəndə alınır H3PO4, yəni orta fosfat turşusu. O da deyir, hər iki reaksiya nəticəsində alınan turşunun 1 molu, 1 mol natrium OH ilə qarşı təsirində. Turşunun neçə dənə hidrogeni varsa, o qədər də natriumdan reaksiya daxil olur. Məsələn, burada bir dənə hidrogen var, bir dənə natriumdan gedəndə normal duz alınacaq. Çünki hidrogen natrium hidrogen yerinə daxil olur deyə normal duza çevirir. Amma burada 3 hidrogen var. Ona görə 1 mol natrium OH ilə gedəndə 1 hidrogenini götürür. 2 hidrogeni qaldığı üçün turş duzu olur. O görə doğru cavab C variantı olur. 69-a deyir, hansı maddələrin dehidrogenləşməsindən butadiyen stirol kauçuku alınır. Butadiyen stirol kauçuku belə yazılır. Butadiyen budur. Deməli, bunun üçün artıq polimer vəziyyəti gətirəcək. Çünki butadiyen stirol kauçuku olanda orada pirabitə qırılır. Deməli, belə. Burada da hidrogenlər. Aha. İndi bunu əvvəl almaq üçün, butadiyeni almaq üçün gərək biz buteni dehidrogenləşdirək ki, çünki butanı dehidrogenləşdirsək, əslində o da olar. Bir dənə pirabitəsi qalır da, dehidrogenləşdirəndə bir dənə pirabitəsi olur. Olar. Sonra stirol belə yazılır. C6H5, CH, CH2. Aha. İndi bu kauçuka keçəndə pirabitəsi qırılır. Belə yazaq da, bizə dəqiqə. Elə bunu birbaşa butadiyen stirol kauçuku formasında yazaq ki, butadiyen hissəsi, bu da stirol hissəsi. Baxın, dedik butadiyeni almaq üçün butanı götürək ki, hidrogen çıxanda bir pi gəlsin. Bunu da almaq üçün gərək biz etil benzol götürək ki, etil benzol. Baxın, etil benzol belə yazılır. C6H5, C2H5. C2H5 hissəsindən bir pirabitə, yəni bir hidrogen qopanda bir pirabitə gəlir. Ona görə oradan alınır stirol. Doğru cavab olacaq B variantı. 70-də deyir, hansı liflərin alınmasında amin turşulardan istifadə olunur? Məsələn, kapronun alınmasında kapron turşusundan istifadə olunur. Neylonun alınmasında heksametilen diaminlə adipin turşusundan istifadə olunur. Enantda enant turşusundan istifadə olunur. Lafsanda da deməli, lafsanda da istifadə olunur etilen glikolla tereftal turşusundan. İndi bu da bizə deyir ki, amin turşudan istifadə olunur. Məsələn, lafsanda amin turşu yoxdur. Etilen glikol, spirtdir. Tereftal turşusu da turşudur. Yəni amin turşu deyil. Adi karbon turşusudur. Sonra neylona gələndə heksametilen diaminlə dedim, neylon alınmasında heksametilen diaminlə, o da aminlərə aiddir, turşu deyil. Adipin turşusu, o da yine amin turşu deyil. Amma kapronla enantın alınmasında bəli, amin turşulardan istifadə olunur. Ona görə 1-4 doğru cavab A variantı olacaq. 71-də deyir, eyni mol miqdarda azot yazılır N2 və X qazını qarışdırdıqda havadan ağır qaz qarışığı alınır. Biz bilirik ki, azotun kütləsi hesablasaq 28-dir. İndi gərək havanın kütləsi 29-dur.
Gərək havadan ağır almaq üçün, baxın 28-29-dan aşağıdır. Onda biz elə qaz götürürük ki, 29-dan yuxarı olsun ki, onları qarışdıranda havadan ağır qaz olsun. 29-dan kütləsi yuxarı olan qazda oksigendir, çünki 32 qram edir. Gəldik 72-yə, ammoniak yazılır NH3, suda yazılır H2O. Rabitələrin yaranmasında iştirak edən hibrid orbitalların sayı. NH3-də sp3 hibridləşmədir, amma 4 dənə hibriddən, baxın, 3-ü rabitə yaradır. Yəni, burada 3 dənəsi rabitə yaradır. Bu olacaq 3. Suda oksigen sp3-dür, amma suyun quruluşu belədir. Burada oksigen sp3, yəni 4 dənə hibridindən ikisi rabitə yaradır. Yəni, bu da olacaq 2. Bu da deyir x plus y tapın. 3 ilə 2-ni toplayanda eləyir 5. Gəldik 73-ə. Hansı reaksiya nəticəsində alınan maddələrdən biri natrium hidroksid məhlullə reaksiya daxil olur? Natrium hidroksidlə getmək üçün deməli, baxın, görürsünüz, burada kalsiyumdur. 5 qardaş bir-birinə getmir, olmaz. Maqnezium dəmçinin getmir, dəmir də getmir. Gərək amfoter xassəli olsun ki, qələvi məhlullə reaksiya daxil olsun. Ona görə C variantı olacaq. 74-də hidrogen alınan zaman natrium OH-ın suda məhlulu ilə neçə qram alüminium daxil olur? Baxın, yenə hidrogen alınmaqdır. Bu zaman demişdik, nə edilir? Metalın valentinin yarısı qədər. Alüminium valenti 3-dür. Ondan nə qədər ayrılacaq? 1,5 mol hidrogen. Əssalam, məsələn, bunun əsasında quracaq. 3,36-ını bura yazırıq. Aşağı yazırıq 1,5 vur 22,4. Bir neçə qram alüminium? X aşağıda yazırım 27. Elə 1,5-i 22,4-ə vuranda 33,6 edir. 33,6 ilə bu gedəndə qalır 0,1. 27-yə də vurur 2,7. 75-də deyir ki, silək. Hansı alkanın 4,4 qramını tam yanmasından karbon qazı alınmasını istəyir. Belə olan testlərdə ümumi yanmanı yazmağa ehtiyac yoxdur. Elə birbaşa yazırım, en sayda karbon qazı alınır. Buraya yazırıq 4,4, buraya yazırım 6,2 litr, buraya yazırıq 14N plus 2, buraya yazırım 22,4N, çünki en saydadır. Tənasüb edək, bu vergüllə bu vergül gedir, bura gəlir, 22,4 ilə bu gedəndə 3 qalır, 14N plus 2, vurulsun 3, bərabərdir, burada da 44N. 3-ü 14-ə vuranda eləyir 42N. Üstə gəl 6 bərabərdir 44N. 42N-i 44N yanına keçirdirəm. 2N bərabərdir 6, N də bərabərdir 3. Yəni bu C3H8B variantı olacaq. 76-da hansı duzun parçalanması nəticəsində oksigen alınmır? Bu ammonium duzları olur. Ammonium duzlarına heç oksigen qazı alınmır parçalanında E variantı. 77-yə baxırıq. Yenə bu tipli suallardan dəfələrlə topluda etmişik. Flor, brom, xlor verir. Kütlələri eynidir. Kütləsi eyni olanda biz onu eyniləşdirmək üçün kütləsi az olan qabağına əmsal yazırıq ki, o çoxalsın. Baxın, məsələn, bromun kütləsi 80-dir. 2-yə vuruq 160 eləyir. Xloru 35,5 2-yə vuranda eləyir 70. Daha sonra 71. Burada da 19-u 2-yə vuruq 38. Görürsünüz, ən az kütləsi olan flordur. Ona görə onun qabağına əmsal tutaq ki, özümüzdən yazırıq 2 mol. Tutaq ki, sonra xlor azdır. Burada tutaq ki, yazırıq 1,5 mol. Təqribi yazıram da. Burada yazıram broma 1 mol. Kütləsi az olanın qabağına əmsal çox düşür. Ona görə kütləsi az olana molu qabağına əmsal çox düşdüyü üçün daha çox miqdarda maddə sərf olunur reaksiya gedəndə. Bunu əsasında testi belə edirik. İndi bizə N1, N2, N3 müqayisə edirik. Kütləsi ən az olan flordur. Ona görə ən çox ona sərf olunacaq N1 böyükdür. Sonra kütləsi az olan xlordur. Ən çox ona sərf olunacaq N3. Bu da böyükdür N2. Doğru cavab D variantı olacaq. Sonra 78-də azot və hidrogenin başlanğıc qatlıqları uyğun olaraq verib reaksiya aparırıq. Başlanğıc, tarazlıq, sərf olunan. Deyir, azotla hidrogen başlanğıc qatlıqları uyğun olaraq 5 və 4-dür. Yazıram 5, burada 4. Məhsul həmişə 0 olur. Sonra deyir, bir azot reaksiya daxil olarsa, azotun sərf olunanı 1-dir. Əssalam, bu maddələrin deyir, həmin anda qatılını tapın. Həmin an deyəndə, yəni tarazlıq qatlıqları nəzərdə tutur. 5-dən 1 çıxıram, vəssalam, x-i tapdım 4. Sərf olunandan da belə tapırdıq da digərlərinin sərf olunanını. Azotun sərf olunanı 1-dir. Qabağındakı 1-ə bölünən 1. Deməli, 1 mol azot sərf olunur.
3'ə vururam 3 mol hidrogen sərf olunur. 2'yə vururam 2 mol hidrogen. Yəni bu qabağına böldüyümüz rəqəmi bölürük. Sonra digərlərinin qabağına vuranda onun sərf olunanı tapırıq. Və salam 4'dən də 3 çıxırıq, qalır 1. Doğru cavab olur 4 ilə 1 A variantı. 79'a deyir kalium sulfat yazılır kalium 2 SO4. Bu suda məhlulunu elektroliz eləyəndə baxın 5 qardaşdan katoddan çıxır H2, oksigenli turşudan anoddan çıxır O2. Bu nə deməkdir? Katoddan H2, anoddan O2 çıxıbsa deməli su elektroliz olur. Ona görə qalanını heç yazmağa ehtiyac yoxdur. Elə suyun parçalanmasıdır. Deyir katodda 30 ml qaz ayrılır. Katoda yazıram 30, aşağı yazıram 2. Deyir anodda neçə millilitr mol qaz ayrılır? X burada yazıram 1. X də bərabərdir 15 edir. Doğru cavab B variantıdır. Sonra gəldik 80-ci suala. Guruldayıcı qazın tərkibi 2H2, 1O2'dir. 2H2, 1O2. Deyir mol miqdarları əvvəl AB-ni tapaq. Hidrogen deməli B verib, oksigeni A verib. A-mızın miqdarı 1'dir. B-nin miqdarı hidrogen 2'dir. Ehtiyatlı olur. Bax görürsünüz yerini dəyişib veribdir. Ehtiyatlı olmaq lazım. İndi gəldik C ilə deyir kütləyə baxıram. Oksigen C verib 32 qram. Sonra hidrogeni D verib. D da 2'ni 2'yə vurub 4 edir. Məsələn buna sonra geri tapacaq. B bərabərdir 2A verib. B bərabərdir 2A. Bəli 2 bərabərdir. Bunu 2'yə vuranda bərabərləşir. Bu doğrudur. Bunda bu səhv olacaq. D bərabərdir 8C. Xeyr. 4 bərabərdir 8 vur 32 ola bilməz. Amma C bərabərdir, yəni 32 bərabərdir 8D ola bilər. Çünki 8'i 4'ə vuranda 32 edir. Doğru cavab 1 ilə 4. 1 ilə 4 B variantı olacaq. 81'də deyir hansı monomerin polimerləşməsinin izopren kauçuk alınır. İzopren kauçukun monomeri ilə izopren özüdür. Onca izopren axtarıq. Doğru cavab D variantıdır. 82'də argentium qatı sulfatla gedəndə deyir hansı sxemlər reaksiyaya uyğundur. Buradan alınır argentium 2SO4. Üstə gəlinsin SO2. Bir də su. Argentium 0'dan gəlir müsbət 1'ə. Ona görə 1 doğrudur. Kükürt müsbət 6'dan gəlir müsbət 4'ə. Kükürt müsbət 6'dan müsbət 4'ə 4. 1, 4 E variantı olacaq. Sonra 83'ə baxırıq. Su əlavə olunandan sonra duzun məhlulda kütlə payını hesablayın. Biz baxırıq ki 190 qram 10% məhluldur. Bunun üzərinə 10 qram su gəlib. Kütlə payını hesablayanda nə edirdik? Yuxarıya duzun miqdarını, yəni həll olan maddəni aşağıya məhlul yazırıq. Duzun miqdarı su əlavə olunandan sonra dəyişmir. Elə 190 10%-ni tapırıq 19 qram duzdur. Biz aşağıya nə yazırıq? 190 məhluldur. Üstünə 10 qram su gəlib aşağıya da 200 məhlul yazırıq. Vur 100. Sırar gedir 19'u 2'yə bölürük. 9 dəfə 2, 18, 9.5. Doğru cavab 9.5 edir. Sonra gəldik 84-cü suala. Azot və hidrogendən ibarət 360 ml mol qaz qarışının reaksiyasından sonra yalnız 40 mol hidrogen artıq qalır. Və kənarda yazıram 40 mol hidrogenimiz artıq qalır. İlkin qaz qarışını deyir neçə mol hidrogen olur? Azotla hidrogen reaksiya aparırıq. Bura 3, bura 2. İndi bizə deyir ki 360 mol qaz qarışığından 40'ı artıq qalır. Onda biz 360'dan 40'a artıq qalan çıxaq görə reaksiya nə qədər qaz daxil olur qaz qarışığı? 360'dan 40'ı çıxırıq 320 qaz qarışığı deməli reaksiya daxil olur. Tənasüb bunun üzərindən qıracaq. 320 qaz qarışığı reaksiya daxilində bilmirik nə qədər hidrogen sərf olunur. Qaz qarışığı 320'nin altına nə yazırıq? 4 dənə qaz qarışığına 3 mol hidrogen sərf olunur. Buradan tənasübü tapırıq. 83'ə vururuq 240. Deməli 240 reaksiya sərf olunan hidrogendir. 40'ı da artıq qalıb. Yəni dala qaytarırıq. 240'ın üstə 40 gəlir. Deməli əvvəl 280 mol hidrogen olur. Gəldik 85'ə. də metan yandırırıq. Alınır karbon qazı su. Bura 2, bura 2. Deyir 22,4 litr metan yananda 9 kilojoule istilik ayrılır. 2700 kilojoule istilik almaq üçün neçə litr metan yandırmalıdır? Tənasüb quruq.
22.4-ə 9 kilojoule. Deyir, bəs 2700-ə nə qədər x? İstil effekti olduğu üçün elə birbaşa altına yazdım. Buradan x bərabərdir, tənasübü sadəcə edirik. 900, 2700 vur 22.4. Sıfırlar gedir, bundan bu gedir 3. 3 22.4-ə vurur, eləyir 67.2 litr. 86 çox asan sualdır. X deyir, hansı elementlər ola bilməz? X-dan baxın bir xət çıxıb. Deməli, valenti 1-dir. Bir valentliləri çıxırıq. Baxın, kalium, natrium, kalium, hidrogen. Deməli, bir valentli olmayanlar ola bilməz. 3, 4, 6 olacaq. Doğruca. 87 deyir, uyğunluğu müəyyən edin. Ümumiyyətlə, alkanlardan karbon turşuları necə alınır? Karbonun cüt sayda olan karbonlardan yarısı qədər, yarım mol qədər turşu alınır. Baxın, karbon burada 36-dır. Yarı bölürük. Deməli, 18 dənə karbon olan turşu alınacaq. 18 olanda stiarin turşusudur. Çünki C17, H35, COOH. Baxın, 18 dənə karbon var. Ona görə 1-ə gedir E. Sonra metan, onsuz da bir karbonu var deyə qarışqa turşusu alınır. 2-yə gedir B. 3-də C4H10-dur. Yarı bölülü karbonu 4-ü 2-yə bölülü 2. Deməli, oradan da alınacaq sirkə turşusu. Çünki 2 dənə karbon var. Sirkə turşusu, yəni etan turşusu ola bilər. A gedəcək. Gəldik, ətraflı yazılı tələb olunan 88-ci suala baxaq. 88-də 4 mol kalsium xlor 2 verib. Yazım kalsium xlor 2. Bir də natrium xlor. Onsuz biz bunları dissosiasiya eləməliyik. Yazıram kalsium plus 2 dənə xlor. Üstün yüklərini yazmıram vaxt getməsin deyə. Natriumda bir də xlor. İndi bizə verib 4 mol kalsium xlor 2, 10 mol da natrium xlor. Duzlarından ibarət qarışıq suda həll edildikdə alınan kalsiumla xlorun iyonlarının mol sayı verir. Onsuz da kalsium bir dənə buradan alınır. Kalsium baxın N sayda alınıb. Üstünə yazıram N. Sonra xlora baxıram amma 5N alınıb. Biz gedək bu N saydadan tapaq görək buradan nə qədər xlor alınıb. Tapıram ki 2N sayda xlor alınıb. Deməli 2N sayda xlor kalsium xlor 2-yə sərf olunubsa bu 5N-dən 2N çıxırıq 3N də bunun olur. Vəssalam. Bizə nə istəyir? Kalsium xlor üçün dissosiasiya dərəcəsi 80%-dir. 4 mol kalsium xlor 2 götürüb. 4 molun 80%-ni tapaq görək neçə molu parçalanıb duzun. 3.2-si. Buraya yazıram 3.2, buraya yazıram 1 mol. Bizdən onsuz da E-nin qiymətini istəyir. Bu tənasübdən E-ni tapaq. Elə N bərabər deyir 3.2. Sonra bizdən istəyir natrium xlor duzunun dissosiasiya dərəcəsini. E-ni 3.2 tapdıq deyə gətirib burada yerinə qoyuruq. Eləyir 9.6. Aşağı yazıram 1 mol. Natrium xloru baxın 10 mol verib. Yazıram bura 10. Burada yazıram 1. Dissosiasiya dərəcəsini dediyi üçün bura özümdən x faiz götürürəm. Onun x faizini tapıram. Eləyir 0.1x. Buradan bu tənasüb edirəm. 0.1x bərabərdir 9.6. X da bərabərdir 96%. Gəlir 89-cu suala. Reaksiyanı verib bizə. Qrafikdə verib. İndi biz bunu əmsallaşdırmalıyıq. Görək ABC hansı maddədir. Çünki burada mol verib. Xlor 0-dan bir dəfə gəlir -1-ə. Yadda saxlayırıq ki, xlor 1 elektron. Bir dəfə də gəlir -5-ə 0-dan. Xlor 5 elektron. Yerlərini dəyişirəm. 5, 1. 5 gəlir bu -1 olan qabağına. 1 də bura. Vəssalam 5 ilə 1 kalium eləyir 6. Xlorumuz 5 dənə bu, 1 dənə bu, 6 dənə bura 3. Onda suyumuza da 3 düşəcək. Baxın, ən çox molu alınan hansıdır? 5 dənə olduğu üçün kalium xlor. Sonra sudur. H2O. Sonra da kalium xlor O3-dür. Vəssalam, bundan sonra asan. Deyir, B maddəsinin flor ilə reaksiyasının kimyəvi tənini yazını əmsallaşdırın. B maddəsi sudur. Flor 2 su ilə reaksiya daxil olanda alınır H flor, bir də O2 qazı. Bunu əmsallaşdırsaq, bura 2 düşsə, çünki oksigen 2 dənədir. Onda bura 4 düşür, onda burada 2 düşür. Sonra gəldik, C maddəsinin kimyəvi formunu yazın. C maddəsi kalium xlor O3-dür, yazmışıq. Sonra gəldik 90-cı suala. 9 qram etilamin. Etilamin belə yazılır. C2H5 NH2. Bunu oksigende yandıranda alınır karbon qazı, N2, bir də su. Əmsallaşdırsaq, bura düşür 2, 7 dənə hidrogen var. Bura düşür, qoyun bunu 2 yazım elə, bu 4 olsun çünki suyun qabağına kəsir düşməsin.
7-ni 2-yə vuruq 14. Onda burada 7 yazıram. Azotu da işinə düşmür. 9 qram etilamin verib yazdım. Yanma məhsullarından deyir suyu ayırdıqdan sonra deməli sonra qaz qarışığını artıq miqdarda əhəng suyundan keçirdi. Əhəng suyu kalsium OH2-dir. Əhəng suyundan keçirdikdən qazların biri tam reaksiya daxil olur. Əhəng suyundan gedən karbon qazıdır. Əhəng suyu olan qabın kütləsinin neçə qram artdığını, karbon qazı əhəng suyunun artmasına səbəb olduğu üçün biz oradan yəni karbon qazı miqdarını tapmağı nəzərdə tuturuq. 4-ü 44-ə vururam. Aşağı yazıram 2 vurulsun. Bunun kütləsini tapsam 29 üstə gəl. Bu da eləyir 14, 16. Bunları da toplasam 30, 45. 2 vur 45. Bundan bu gedir 5. Bundan bu gedir 2. 2'ni 44'e vursam 88. 5'e de bölsəm 88'i 5'e böləndə 17.6. Bu birincinin cavabı. O əhəng suyunun artmasına səbəb olan qazın miqdarı. Bir də deyir neçə litr qazın əhəng suyu ilə reaksiya daxil olmadığını hesablayın. Əhəng suyu ilə karbon qazı getdi qutardı. Reaksiya daxil olmayan azotu nəzərdə tutur. Bir də 9 qrama görə sərf olunmayan, yəni reaksiya daxil olmayan azotu tapacaq. Buraya yazıram 22.4. 9 ilə yenə 45 gedir 5. 2'ni 5'e vururuq 10. 22.4'ü də 10'a böləndə edir 2,24 litr. Reaksiya daxil olmayan qazda tapdıq.